kədərli gündür. Bir il əvvəl bizim gənc, istedadlı şairimiz Həsən Kürü son mənzilə yola saldı. Artıq bir il keçib. Amma şair hər zaman bizim qəlbimizdə yaşayır. İnanıram ki, şairimizin qələmə aldığı şeirlər nə qədər bəşəriyyət var, yaşayacaq. Şairin Allah Taala rəhmət eləsin, ruhu şad olsun. Çünki şairimiz ədəbiyyatımıza, poeziyaya öz qələmi ilə tanınan, öz imzası ilə tanınan bir şair. Mənə şərifini göndərmə daha. Səngər beşik kimi istidir qızım. Vətən sənin kimi suyu şirindir. Hamını özünə istədir qızım. Bu hayat sığ bir pəncərədir, açılan başqa bir dünyadan. Ona görə yaxşı adamlar tez keçir eləsən demə dünyadan. Yaşadar səni xoş xatirələr, düşərsən hər bir gün yad.